Sayın Əcdər bəy, yəni Türkiyə üçün belə deyək də prioritet nədən ibarətdir? Geosiyasi mövqe yoxsa milli məsuliyyət, yəni Güney Azərbaycanı nəzərdə tutanda bunların hansı sizə görə Türkiyə üçün daha çox övləviyyətdədir, önəmlidir? Buyurun lütfən. Təşəkkür edirəm Cavad bəy. Məsələ budur ki, bizim demək ki, Türkiyə ilə istər Azərbaycanın quzeyində və istər Azərbaycanın güneyində bağlantılarımız və münasibətlər o qədər dərindir ki, yəni bu günləri kimsələr bunun üstündə bir Fars və ya Kürd və yaxud başqa qruplar hesab açsalar, bu demək ki, onların xeyrinə olası bir şey deyil. Əlbəttə bu Azərbaycanın və quzeydə, güneydə Azərbaycanın xeyrinə olacaq. 100, demək ki, 10 sənə, 15 sənə əgər Türkiyə ordusu gəlməsəydi, cülolar, bu Kürdlər, bu ermənilər, qulağı kəsik, nəm demək ki, andraniklər gəlmişlər yuxarıdan ermənisindən və Rusun silahı hamısı Azərbaycanın güneyində marşimonlar nə yaradırdılar. Türk ordusu gəldi bunları demək ki, hamısını oturtdu yerinə, orada demək ki, 150 mindən çox Türk'ü öldürdülər bunlar, hamısı. Və oradan ne oyunlar çıxarttılar. Və sonradan da Azərbaycanın quzeyində də bu Türkiyə ordusu gəldi. Və özəlliklə də bu sonda da bu 44 günlük savaşda da yine də Türk ordusu gəldi. Yəni o Osmanlının o ağır durumunda, o dönemdə belə, hətta belə o ağır durumda, o Osmanlının ağır durumunda Məhəmməd Əmin bəy Rəsulzadənin Türkiyədə o demək ki, siyasi tavrı, siyasi hərəkətləri istər sarayda, istər orada mediada, yəni Azərbaycanın və bu gəlib Cumhuriyyətin yaranmasına qurtarması, yəni bizim bağlantılarımız o qədər dərindir ki, yarın da bu gün Türkiyədə də Azərbaycanda yönetimlər var, amma yarın da hər surətdə, hər halda kimsə yönetimdə olur, ondan asılı olmayaraq, Azərbaycanın güneyində özdə bir zaman olub ki, bu günləri bu texnika belə inkişaf edib ki, hər kəsin əlində bir telefon, mən 44 günlük savaşda Türkiyədəydim. Türkiyədə, şəhərlərdə, meydanlarda cəmaatı görürdüm. Bərbərçidən, taksi şoferçidən, bazarlarda, cəmaatdan soruşurdum, əfəndim, savaşa gedərsinizmi Azərbaycanda? Erməniyə qarşı, Rusa qarşı, tabi gedərəm, necə getmərəm və gəldilər və gəlmişlər və gələcəklər. Bunun qarşısında almaq olmayacaq. Özəlliklə də demək ki, keçmiş Yugoslaviyada demək ki, gördünüz də və sonra da Azərbaycanın quzeyində. Amma məsələ buradadır ki, bu günləri, bu təhlükələr, bu qadabalasız demək ki, gəlirlər bunlar özdə açıqsasına deyirlər. Bu günləri Trump çıxıb deyəndə ki, oranın xaritəsi dəyişiləcək, desə kifayətdir. Demək ki, ağlan işarəti kafi istəyənlər. Bir kifayətdir bir işarət. Bu dedi, sözün dedi. Bəzi vaxtlar bu Trump oğu Maralaguya gedəndə təyyarəsinə deyir ki, məni məcbur eləməyin, bir söz danışam, sonra demək ki, sözümün altında qalıram. Çətinlik çəkirəm, deyirəm, danış elə, indi danış, isti, görək nə deyirsən. O kəlmələr içindədir, sözləri qaçırdı. Və burada bir şeydir ki, Amerika və İsrail də burada qopartdıqlarını tağına ki, qopartmaya getməyəcəklər. İstəklərini qopartmayacaqlar, getməyəcəklər. Buradadılar. Aynən nə deyirsiniz, Putin çıxır, deyir ki, gəlin sevdalaşayım. Ukrayna siz mənim, ondan gedin də siz orada belə şeylər deyir. Bunlardan keçib. Ay demək ki, Çin ilə Quzey Koreya bu dəmirdümürü ki, göndəriblər. Bunlar da neçə aylar da deyirlər, belələrini düzəltmişik. Filan deyir, hamısını çıxardacaqlar. Sıçan deşikində nə varsa, onları da vuracaqlar. Yəni, heç imkansızdır ki, demək ki, Trump da, Netanyahu da, qayda 95% bu günləri İsraildə hələ belə bunlar belə taktuk salırlar, hay-küy. Trump da deyir, bu farslar yalan danışmaqda ustadılar. Medianı əlləşdirməkdə də ustadılar. Yalan da elə bir fake xəbərlər yayırlar, doldururlar filan, sözüm onda yox. Amma məsələ budur, 95% bu günləri bu Yahud milləti savaşın demək ki, kənarında ya demək ki, Netanyahunun kənarındadır. Bu həmin Netanyahunun məhkəmələri var, filanı var. Və 20% orada ərəblər də, 20% orada yaşayan ərəblər də savaşın demək ki, kənarında dururlar, deyirlər ki, davam etdir. Niyə? Canları təhlükədədir. Bilirlər ki, bu Tehran rejiminin və yaxud da İsa bəy söylədikləri qalıntıları bir şey də qalmayıb. Yalandan bunlar gözə soğurlar. Özləri qorxuda, özləri bir-birindən filan dağılıbdır. Ona görə də biz silahlı dəstələrdir və təhlükəli bir şeydirlər. Sabahları bunlar daraşacaqlar bu cəmaata, cəmaatın evlərinə, eşiklərinə, namuslarına, dükkanlarına talan edəcəklər.
Heç kəsə rəhm etməyəcəklər. Ona görə bu günlərdə nə deyir bu Tehran rejimin qalıntıları? Deyir, ay Trump sən git, Netanyahu sən də git. Ondan qoy gör. Bunun rəsmi televiziyasında çıxıb deyir ki, barmaq sirkələ dediyəni qoy bunlar gelsin görsün nə qayrazıyıq. Hələ deyir ki, o 2 ay bundan qabaqki əməllər heç deyə ondan pisini də eləyəcək və eləyərlər və milyonlarca insanı bunları qırarlar. Bunları da bəyək da Sayın İsa bəy söylədilər. Axı neyniyək? Olmayan saçlarımızı deyək, deyək. Hə, bunları biz tanıyırıq. Bunları biz tanıyırıq, bu mallacıqazları və bunlar demək ki, Fars dövlətçiligini, bunun şahı, şeyxi, birincisi belə çıxardılar, yarpın üstünə qoyurlar bu Pəhləvi sülaləsini. Elə bil ki, dırnaqları çəkən, adamın gözünün qabağında demək ki, ailəsinə təcavüz edən, adamları zorlayan, dəstə-dəstə edam edən, elə bil Məhəmməd Rza deyirdi. İnsanları bütün dədəbala güllələrə bağlayan, Ərəbi, Türkü, Azərbaycanı məhv edən dədəbala deyir. 4 dəfə Rza, Məhəmməd Rzanın dədəsi oğuldur. 4 dəfə Azərbaycana girib qoşunu ilə. Sonra oğlu girib qoşununla Azərbaycan. Sonra Xumeyni girib. Ey şey işgal ediblər. Ona görə də bu günləri Azərbaycanda, yəni sabah bunlar, əgər addımlarını dəng atmayalar, o yerə gedələr. Yəni deyirsən ki, bu çox bağışlı üzr istəyəm. İç savaşa sürükləyirsiniz. Sürükləyirsiniz. Bu da 45-ci il zat deyil. Bətbərəni bağlayasınız. Ondan gələsiniz. Azərbaycanda bir 30 mini qırasınız. Bir dəsində sürgünə, o da tam qadanlaracaq. Bir anda demək ki, ta fələkül əflaca bir zənnəcək və yaxud o demək ki, Mazənləranda hansı ucqar yerlərəcək Azərbaycanları səhv eləyəsiniz, məhv eləyəsiniz, Türk yurdunu, abidələri də məhv eləyəsiniz. Ondan sonra da heç bu günə kimi hər şey göz qabağında, hər şey göz qabağındadır. Və bu günlərdə demək ki, bir tələbkar kimində gələcəksiniz, biz gəlirik, sizə demokrasi gətiririk. Siz, hardan bu demokrasiya ilə çox adam məzməzə eləyir, indi ay demokrasi, sən bilirsən ki, demokrasi nədir? Yaşayıbsan demokratik bir durumda, bir demokratik dövlətdə, bir ölkədə. Bilirsən demokrasi yəni nədir? İstiqlal, bağımsızlıq yəni nədir? Rifah dövləti, ədalət dövləti yəni nədir? Məsul dövləti yəni nədir? Bunları bilirsənmi? Və seçim nədir? Parlament nədir? Bunları bilirsənmi? Azərbaycanda cumhuriyyət yarananda 100 il bundan qabaq. Hər kəs də indi çıxıb deyirlər. O nə cumhuriyyətidir orada? Hamı orada vardı. Əlbəttə pluralist bir dövlətidir, parlament. Hamı oradaydı. Menşivik də, Daşnak da, kommunist də, nə bilim, ümmətçi də hamı. İndi kimsə xiyanət elədi, o idi. Onun demək ki, ədəb-ərkanı çatmırdı. Getdi içindən 1000 dənə satqınlar çıxdı, Sovet çıxdı. Və yaxud demək ki, orada hamısı başda Məhəmməd Əmin Rəsulzadə olmaqla hamısı bilirdilər ki, o demək ki, o diplomatik, nə bilim, bunlar hamısını gözləyirdilər. Davranış belə deyirlər, nə oldu? Cumhuriyyəti elə gündə baş nazir dəyişilirdi. Baş nazir oturacaqdı orada demək ki, çəlik ilə gəzəcəkdi, yəni neyniyəcəkdi? Parlament qərar verirdi, sənin demək ki, işin bitti. Xoyli, sən get qoy filan gəz otursun orada. Qəbul edirdilər. O davranış bəlli olmuşdu. Və bu günləri də deyəndə parlament, adam deyir ki, bizi qızı da salaq oraya parlimana. Dayı özü getdi, yerinə də filan kəs, dayı mən qocaldım, gedirəm, o otursun orada. Demək ki, sən parlament deyirsən, mən demirəm, hələ bu özü Azərbaycanımızda. Azərbaycanda hələ adam çıxdı da demək ki, tanınmış o parlamentdə oturan, dedi 2 nəfərdən sonra qalanı filan. Seçki olmalı, ondan sonra səsi nə mənədir. Bu günləri Azərbaycanın güneyinə Kürd gəlir, Kürd. Kürd ki, Ərbildə bir-birinin dırnağını çəkir, asayiş qoyubdur, qulağını kəsir, bir-birini zorlayır, gəlir bizə demokrasi gətirər. Gəlir bizə sekularçılıq, dünyəviçilik gətirər. Baxına günə qalırıq Azərbaycanlılar, Azərbaycan türkləri, güneydə və filan. Ona görə də və yaxud Məhəmməd Rzanın oğlu və yaxud bir şeydə, ay Amerikalı, Trump çıxıb deyəcək ki, Trump olmasın, nə bilim, Barack Obama olsun. Çıxıb deyəcək ki, ay güneylər, sizə də bir dənə şah yollayırıq, otur yerində. 150 dənə Amerika kongresməni çıxıb deyir ki, sizə də bir dənə xalq mücahidləri, dünənləri İngiltərədir, çıxıb deyirlər ki, götürün də bu xalq mücahidləri demokratidir. Yığışdırın bu sözləri, siz bunları tanımırsınız. Bunlar bu rejimi dəstəkləmək üçün deyir, bu rejim təhlükəlidir, adam yiyəndir, teröristdir. Amma bu xalq mücahidləri bunlardan da bətərdilər. Bunlardan da bətərdilər. Bunlar tamamiyyət ərzi, İranın bütövlüyü filan eybəcər bir şeydilər, qarışıq bir şeydilər. İdeolojik dövlətlər, kaoslik, teokratik. Azərbaycanlılar 100 il bundan qabaq istəyir. Nə də deyirəm, cumhuriyyət yaradıblar, cumhuriyyət gətiriblər, parlament gətiriblər, jurnalistika gətiriblər, demokrasi gətiriblər, seçki gətiriblər, qadın azadlığı gətiriblər. Hamısın dünyəviçiliyi gətiriblər. Azərbaycanlılar bizlər.
İndi bu günləri gəlib biri də bizə təzədən başlayıb o tərəfindən oxuyur. Desənə siz kimsiniz? Siz niyə gətirəsiniz? Sizə kimi deyib bu missiyanı sizə kim verib və biri də türlü Azərbaycanlılara da Sayın Cavad bəy sözün sonu. Biri də qaçıb gedirlər, qoşulurlar bu İrançılara. Sonrasından gəlin də siz də bizə demək ki, sekularizm gətirin, dünyəviçilik gətirin, bizə xod muxtarlıq verin, nə bizə nə verin və filan verin. Deyirsən, ana sən dövləti buraxıbsan, milləti buraxıbsan, Azərbaycanı buraxıbsan, Türkü buraxıbsan, gedibsən 4 dənə tumanın altında Klaşnikov gizlədib gələnlərə demək ki, nə deyirsən, beyyət eləyirsən sən. Hələ Muştabanın yeri tapılmamış, sən İran adlanan yerin demək ki, filanda oturubsan. Sən burax bunları, sən bir dənə Azərbaycan düşünürsən, bir millət düşünürsən. Ona görə də bu günləri bəzi vaxtlarda Azərbaycanın quzeyində də bəzi adamlar çıxıb deyirlər, qardaş sizi güneylər bir-birinizdən yola getmirsə, birləşin də, bu adamı axı siz bilirsiniz. Bu adam gedir PKK ilə, PJK-la, nə bilim, adı nədir, Komele ilə müqavilə imzalayıbdır. Bundan nə cür oturmaq olar bir yerdə? Bu adam gəlib Bakıda deməyinə baxmayıb, bu gedir oradan deyir ki, İrançılarla, xalq mücahidinlə oturub durub. Bu deyir ki, gəlin gedək ona beyyət eləyir. Bundan nə cür oturub durmaq olar? Bu sabahları deyəcək, Fərəh mənim anamdır. Fərəh bizim anam, mana filan deyir. Nə Fərəh, nə filan, nə filan. Elə deyir, bunlar qaçıq bir şeylərdilər. Nə şah dövrüdür, biz şahçılıqla qutarmışıq. Məhəmməd Əmin Rəsulzadədə, Mustafa Kemal Atatürkdə qutarıb bu işlər bizdə. Ona görə də bu günləri biz istiqlal qoymuşuq. Millət də bilir, gənclik də bunu bilir. İndi bu günləri demək hər şeyi bətbələni bağlayırlar. Harada deyirdilər? Yoxsa açda bir 10 gündən sonra gör nə olacaq. Ona görə də Sayın Cavad bəy, mən də bir türk olaraq, Azərbaycanlı olaraq, elə demək ki, ömrümün böyük hissəsi bu Azərbaycanın quzeyində, Türkiyədə, hamımız bir-birimizi tanıyırıq. Türkiyə sabah gələcək. Bunu kimsə başının altına yastıq qoyub, Klaşnikovunu yağlayıb, hazırlayıb Urumiyaya qarşı marş eləməsin. Ya Tehrandan çıxarsan sən kərəzə yetişməmiş o Azərbaycanın güneyinin o 7 milyonluq səni daş altında qıracaq. Hara gedirsən? Azərbaycana mı? Keçdi o döyürlər. Və yaxud Azərbaycanın quzeyində bu millət Sumqayıtda, bu millət Qazaxda, bu millət Tovuzda bir dəfə zəlzələ oldu, Azərbaycan istiqlalını bərpa eləməmişdi. Külli Azərbaycan ayaqda idi. Bu millət sabah meydanlarda olacaq. Bunu demək ki, Tehranın vaxtı ilə yetişirləri deyirdilər. Bir şey olsa sabah bu Azərbaycan ayaqda elə bilirsiniz, bu milləti yuxuya veribsiniz, 4-5 dənə nəmli çəpşi atıbsınız ortaya, filan demək ki, oyun çıxardır. Elə deyil. Bu millət, dövləti vardır, bu millət vardır. Ay nəminim 2 dənə o dəmir-dümürdən fırladarsınız, qorxusu gələcək. Elə deyildi. Necə ki, o Arazın kənarında oyun çıxartdınız, Türkiyə Cumhuriyyəti dövləti ilə Azərbaycan dövlətinin o özəl qüvvətləri gələndə belə getdiniz ha. Bu millət hər anda səfərbar olar. Bu Türk milləti ilə şaka yapmaq olmaz. Amma ay fikriniz gedirsə İran adlanan yerdə o dəmir-dümürdən varız. Sizə lazım olan nə şey varsa Azərbaycanda var, Türkiyədə var. Bu nəcə narahat olmur. Sizə lazım olan nə şey var? Yavelin istəyirsiniz, təmiz dəmir günbəz istəyirsiniz, başqa şeylər, bir də döyüşkən istəyirsiniz. Həm bunun güneyində, quzeyində də bu döyüşkənlici bu millət bacarır və sizin heç birinizə, nə mücahidizə, nə şahsızıza, nə kürdüzə, nə başqa, oturun yerinizdə. Heç birinizə kimsə bu Azərbaycanda, bu Türk milləti inanmır. Və Azərbaycan da quzeysiz, Türkiyəsiz, onu da heç vaxt belə yuxuza gətirməyin. Məsələni biz oturub bir cilayə ediriksə, ona görə ki, millətimizi təhləməyəsiniz. Millətimizin demək ki, bir hissəsini allatmayasınız. Avamı, şitləri oyuna çəkməyəsiniz. Bu günləri demək ki, bu günləri Sayın Cavad bəy də deyil. Açıla bu demək ki, bu bizim saytlarımız var. Bizim demək ki, televizyonlar var. Bu dillər açılar, söhbət olar. Niyə bu Azərbaycanın üstündə bir dənə sensora? Amandır, dəyiş, danışmayın, kim narahat olar? Xox gələr, ay Rus belə narahat olar, ay demək ki, Fars narahat olar, amandır, teröristi var. Amma xeyr, bunlar da bu sindromlar sınıb və demək ki, bu günlər əgər bu sınır, Trump'ın əli ilə sınırsa, Netanyahu'nun əli ilə sınırsa, geçsin özləri cavablarını versin. Siz çağırıb gətiribsiniz. Bizim millətinə, yox, biz deyir ki, hansı milləti vursun, biz niyə deyirik, niyə vursun? Amma biz durup demək ki, çıxacaq, ay Netanyahu'ya yalvaracaq, Trump'a yalvaracaq, məktub yazacaq, gəlib bunları vurmayın, ondan çıxın gedin, bunlar da bizim canımıza daraşsınlar. Yox, biz deyil. Biz Sayın İsa bəy də dedilər, biz öz millətimizi, öz ölkəmizi, öz mənfəətimizi düşünürük. Amerikalılar da elə düşünür, İsraillər də. Biz də burada belə düşünürük. Amma sabahları Kürdlə gedin, Farsla gedin, yox, belənci rəsətələr, belənci nüsxələr bizdə geçməz. Təşəkkür edirəm. Sizdən başlamaq istəyirəm ki, belə bir şəraiti nəzərə alaraq, həm də ki, mövzumuz da budur, Türkiyə
güclü Türkiyə, siz də qeyd etdiniz. Mən də bunu dəfələrlə demişəm. İndi də deyirəm. Biri də deyir ki, məsələn, qorxurlar ki, İrandan sonra növbət Türkiyə çatar. Türkiyə qocaman bir dövlətdir. Türkiyə sadəcə elə o könüllüləri yıxsa İsrail işğal edər. Yəni o şey və yaxud İsraildən bəzi mesajlar göndərirlər ki, növbə Türkiyənindir filan. Mənə görə bunların hamısı şoudur. Çünki əməl başqadır. Türkiyənin Sayın Erdoğanın danışığı da başqadır, əməli də başqadır. Onu biz, yəni bunları da biz çox rahat bir şəkildə görə bilirik. Niyə bu Türk dövləti olmayan Türk dövlətlərindən himayət etmir? Baxın, bir misal da vururam. Məsələ, elə burada Güney Azərbaycan var. İraqda Kərkük türkləri var idi. Suriyenin özündə nə qədər milyonlarla türklər var. Hələ qoyaq ki, məsələn, Uyğur türkləri, Çindir, filandır. Bütün bunlarda başa düşürük ki, iqtisadi əlaqələr var və qonşuluq var, nə bilim, nələr. Amma biz sadəcə mən şəxsən özümü deyirəm. Aya, bu münasibətlər müsəlmandırlar. Məsələn, İran müsəlman ölkəsidir, olmaz. Gedək biz orada etnik məsələləri qaldıraq. İqtisadi əlaqəsi var, ona görə özünü qorumaq üçün olmaz. Biz gedək İran, biz 40 milyona görə, 40 milyon özdə, haradasa 400 min yox, 40 milyon Türkə görə gedək İranla münasibətlərimizi bir-birinə vuraq. Və onlarla bu formada sualları düzə-düzə biz gedə bilərik ki, nədən yəni bunun dövlət olmayan türkləri bu qədər Türkiyə biganəlik göstərir? Buyurun Sayın Əjdər bəy. Təşəkkür edirəm Cavad bəy. Demək ki, indi bir də adamlar bizim cumhuriyyətimiz, Türkiyə cumhuriyyətimiz, dövlətimiz deyəndə elə həmin şeypurları Tehranla başladılar bilədilər, day demə biz mit imişik. Mit olduq, it olmadıq ki. Demək ki, mənim dövlətimin, demək ki, strukturları, ordusu, təhlükəsizlik qüvvələri, ondan sonra özəl qüvvətləri, bunun demək hamısı, bu mənim dövlətim, dövlət deyəndə. Hər zaman da biz demişik, biz dövlət adamıyıq. Dövlət adamı da o deyir, dövlətdən demək ki, ayrıq alırmamalı, xeyr, düşüncə, şuur filan dövlət adamıyıq. Azərbaycanda da biz də hər zaman demişik, biz bu dövlətçiliyin, bu dövlətin adamıyıq. Pezeşkiyan bu quş qondurmaz. Fars dövlətçiliginin adamıdır. Onun kadrosudur. 40 ildir o ora hizmət verib, düz 40 ildir də mən də birisi olaraq bu dövlətçiliyə hizmət vermişəm. Şuurda, fikirdə, əməldə, hər bir şeydə. Necə onun gecə gündüzü olub ki, necə baş gördün, baxdın, özün belə xumara qoyur, ağlamağa vurur, ay müsəlman dövlətləri, ay nə müsəlmanla danışırsan? Sənin böyüklərin iqtida elədicin, təqlid elədicin, Rəfsəncanidən tutmuş o birisilərəcə çanta, əl xomparalarını doldurdular zahirlərin, ziyarətə gedən, Məkkəyə gedən hacıların çantalarına yolladılar Səudi Ərəbistana. Orada da Səudi Ərəbistan gördü, işdən keçib və 400 dənəsini öldürdü səninkilərini. Bunu bir dəfə yox, 2 dəfə yox, bəraət-əz müşriki neylədiniz siz? Bunu Xumeyni də, Xameneyi də, bu Ali Səud dedi, mən adını çəkmirəm, nə kələmələr işlətdilər bu Ali Səuda qarşı. Yoxsa ona görə də bu günləri başlayıb, kimə demək ki, indi bu günləri bir yerə gəlib yetişibsi, ay demək ki, Qətər sizinlə yaxşı dostluğu, əmaratın və bu Omanın və bunların hamısının demək ki, başına ot yağdırırsınız və Səudi Ərəbistanda o Nəimgil və demək ki, o Şiə dəstələri və demək ki, Hərəmeyn-i Şərifində o adamlar kim idi ki, sonra illərcə onun demək ki, o padvallarında qaldılar. Sənin adamlarını dağıdırdılar, silahlı töküldülər orada, söylə filan. Bunların hamısının başına bir oyunlar açıbsan ki, düz deyir, üzdə desələr ki, ay Trump dəymə, ay demək ki, İsrail dəymə. Hamısı da bu şərri bizim başımızdan elə. Və indi də deyirsiniz ki, qoy Trump geçsin, gör sizə nə qayracıyıq. Ya bir terörist dövlətsiniz. Bir də nə demək ki, eybəzər ideolojik dövlətsiniz. Ona görə də bir dəstə də yaradıbsınız. Bunu demək ki, İnqilab Qvardiyası, keşikçi, milyardlar və milyardlar pılı da kəsibsiz insanların, millətlərin boğazından, tökübsüz bunların boğazına.
Özlərinin yerləri, işləri, pulları, korrupsiya, rüşvət, milyarderlər, özlərinin demək ki, balaları Kanadalarda, Amerikada, İngilislərdə başda Seyyid Əli Xameneyinin demək ki, gəlinini doğmaq üçün göndərir İngiltərəyə. Bu günləri demək ki, o Rəfsəncanın oğlu zindandan çıxır. Mehdi deyir ki, bu Muştabanın hesab kitabına baxın, bunun milyarderlarla pounddur. Adı İngiltərədə var, filan yerdə var, mənimkinə baxdınız, bununkinə də baxın. Yəni, məsələ buradadır ki, bunlar hamısı bəllidir nədir? Amma, yaxşı, Azərbaycanın quzeyində, Azərbaycan Cumhuriyyətində Prezident İlham Əliyev Türk dünyasının sonuncu qurultayını Bozqurdla böyük və bunu Azərbaycanda keçirtdi. Hamı orada vardı, Güneylisi, Kuzeylisi, Türk dünyası. Hamı oradaydılar. Tehran rejimi sonra tez bir nota verdi. Nota. Və söhbətlər gedir, bir şey yok. Prezident İlham Əliyev sabahında çıxdı ki, mən Türkləri çağırmışam. Bir cümlə yeter diyor da. Sustu, hiç getdi. Kimi çağırır? Türklər, biz də Türkük. Və məsələ buradadır. Dünya da dəyişilib. Bu 1991'lər deyir. Turgut Özal'ın da ey beçara sonra dəyişildi. Ay bizə nə? Onlar şiədilər. 1993-cü düz yadımda qalsa. Əbülfəz Elçi bəy məni göndərmişdi ora. O qurultayda söyledim. Hamı oradaydı. Süleyman Demirel de, Turgut Özal da, hamı. Orada mən söyledim, kitab olum. Dedim gəlin bu İsmail'in, bu Səlimin demək ki, Çaldırandaşı məsələsini unudalım. Gəlin bu demək ki, Şiə sünnilici unudalım. Gəlin Elçi bəy, Qafqazlarda durup dayanıb. Bu Rus da pis gündədir. Çörəyi yoxdur. Gəlin bunları qələlə verən Qafqazdan çıxardayın. Qalıb orada hamıza. Və demək, fürsəti yandırdınız hər nə. Hər nə. Amma Azərbaycanda o milli ruh, o milli gəlişmə sonacaqda ki, bu Prezident İlham Əliyev gələndə də demək ki, Azərbaycanda türlük, millətçilik. İndi mən elə bilməyəm, əgər başa salamsa, bu Azərbaycanda bu baş qaldıran millətçilik ki, onu Mustafa Kemal da qəbul edir. Ay Məhəmməd Əmin bəy Rəsulzadədən gəlibdir və demək ki, mən ki, onu tarixə keçmirəm. Bu millətçilik ki, bu Azərbaycanda sekular millətçilik, dünyəvi millətçilik, çağdaş millətçilik, ondan sonra parlamentaristi millətçilik baş qaldırıb Azərbaycanda o dönəm hamısı da elə adam demək ki, onun iştirakçısı kim olub? Ağaoğlu olub demək ki, Mustafa Kemal'ın sağ əli və Mustafa Kemal'ın üzünə də sözünü deyən adam. Adam, axıra kimin də deyir, mənlə barışdı, Ağaoğlu. Sözünü də deyirdi filan da. Yəni bu Azərbaycanda bu millətçilik və bu türlük qaldırıb dövlət yaradıb və bir də dövləti bərpa edibdir. İndi bu gün qayıdıb deyəndə ki, Azərbaycanın güneyində 40 milyon, 50 milyon, mən demədim ki, mən bunu ömür boyu demişəm. Prezident İlham Əliyev bunu Üzbəkistanda da, Ada Üniversitesində də, Zəngilanda da, hər zaman da deyib 50 milyon, 50 milyon. Mən də hər zaman demişəm, 50 milyon dedin, icabını yerinə yetir. Hani bə bu Azərbaycanda bu məclisdə oturublar, indi hansı formada oturublar özləri bilər, daha ki nə demirəm. Deyəndə də kimsənin ruhuna dəyir. Gedə demək bir layihə götüründü o məclisə. Götürübsünüzmü? Və yaxud Türkiyədə Böyük Millət Məclisində bir layihə və Abdullah Gül deyirdi ki, qayıtdı Təbrizdən dedi, ya Allah Allah, Təbriz İstanbuldan sonra ən böyük Türk şəhərdir. Təmiz Türk şəhəridir. Və bu günləri mən niyə deyirəm, başqaları da deyirlər, bilinir. Demək ki, cənablar, ay mənim əziz dövlətlərim, dəymə düşər olma onu, burada, qulağınızın dibində 40 milyon, 50 milyon Türk var. Türk dövlətləri yaxşıdır, Türk birliği yaxşıdır. Prezident İlham Əliyev çıxdı dedi ki, mən demək ki, bunları demək ki, Türk şurasına aparacağım. O zirvədə, yaxşı bu gün o gündür, o gündür. Bu günləri demək, əgər mənim dövlətimdən, mənim dövlətlərimdən, öz dövlətlərimdir, səsim gəlməyəcəksə, 40 milyon türkü burada görməyə, gedəcək əgər hansı bir yerdə, Türk görəcəksə, sənə nə olub, 40 milyonu burada görmürsə, bunu da illər boyu 10 dənə, 11 dənə qurultay keçdi, Türk dünyasının hamısında demişik, hamısında, Samsonda da hər yanda. Və demək ki, istər demək, Absalan Türkeş olsun, bu 93-ün söhbətidir. Ondan sonrakılar da hansı ilə görüşəndə də, mən də, bəylərimiz də söyləmişik, heç olmasa yanınızda, partiyanızda bir qrup yaradın, söhbət əclər tağızadan görür. Getmir, mən nə yetişəm, nə vaxtım var, nə də filan.
Bir qrup yanınızda olsun. CHP-də də, AKP-də də, ondan Dövlət Bağçalıda da, MHP-də də. Hani? Nə demək ki, o bir Ümid Partiya hamısında. Olsun bu Güneylə bağlı sizə bir diri raport versin sizə ki, bu Güneydə bu millət var. İndi mən gəlim nə dillə deyim ki, ay insanlar, ay başda oturanlar, ay filan, bu Azərbaycanın güneyində bir dənə milli hərəkat var, milli hərəkat. Dayı milli hərəkat o adam deyil, durub gələ deyə, mən də milli hərəkatdanım, sabah gələ otura, ay nə bilim, bu Kürtlərlə müqavilə, PKK ilə nə bilim bağışda ona, Komele ilə müqavilə yazır. O birisi qaçıb ki, demək ki, Bakıya gələndə deyək ki, elə mən də elə istiqlasıyam, sabah qaçacaqda şahçısı ilə otura. O birisi qaçacaqda xalq mücahidi ilə otura. Deyəsən, sən nə oyun oynayırsan? Xeyr, onlardan söhbət getmir. Azərbaycanın güneyində milli hərəkat var. Çərçivəni bilir, dövlətlərimi qəbul edir, türlükünü qəbul edir, zindanlarını çəkir, işgəncələrini görür və döyüşübdür bu 30 ildə. Nə xalq mücahidi Tehranda, Ərdəbildə, Təbrizdə, orada burada var idi, nə bu şahçılar var idi. Bu mamasıyla getmişdi, orada bilim, harada məşğulda, İspaniyada, haralarda. İndi gəlib tapılıblar ki, Bismillahirrahmanirrahim. Amma Azərbaycanın güneyindəki hərəkata deysən, nə gəldi buna, nə oldu buna? Ki, demək ki, Ankaranın da, Bakının da silkələyirdi, hər gün hadisə baş verirdi. Urumi gölünün kənarından, ondan sonra demək ki, meşələrin yandırması, zəlzələ, təhqir olunması. Və bu rejim hər tərəfli hücum gətirdi. Açıq da yazdılar ki, Bakıda Güney ilə bağlı o ruhu öldürdük, özləri və yazdılar. Və axırda da gəldik bir yerə çatdıq ki, gətirdilər, soxdular gözümüzə ki, Xamenei bunu yaxşı işləmişdi, önləri müsabatında tədbirində dedim. Gəlin da sizdən də bir dənə prezident. Hədə kimin prezidenti? Bu o rejimin, o nizamın, o sistemin prezidentidir. Ona beyət eləyibdi, onun icraçısıdır. Həmin icrası ki, 2 gündə 36 min Trump demişkən 40 min adamı öldürüblər bunlar. Çoxu da elə Türkdür. Ona görə də hardan bə gəldi bir dənə başsağlığı gəldi mi ki Azərbaycana, Təbrizə, Təbriz başın sağ olsun. Ərdəbil səndə də yüzlü öldürüblər, başın sağ olsun. Bu Türkdür. Və əgər siz də düz dedi Cavad bəy, bu günləri bu Kürd baş alıb gəlir. Bu şahçısı da baş alıb gəlir, desən, hara gəlirsən? Sən Azərbaycana nəyə gəlirsən? Dədöyün gəlirsən demək ki, əməllərin görsən, məhkəməlisən. Və demirsən, şah oğlusan, şah. Varisisən, filansan. Adam öldürüb 30 min nəfər Azərbaycanda. Gələcəksən məhkəməyə. Sən cavabını ver də. Dədöyün zirzibi. Dədöyün borcu var, ödər. Hə? Və yaxud xalq mücahidləri. Biz dinçi bir müsəlman deyil millət, özü bilər. Sən gəlibsən ki, bugünkü dünyada indi başlayıbsan ki, yox, biz sizi istəyəcəklə bu cür dinçi eləyək. Sənlə Xumeynin nə fərqi var? Hamınız, Abdurrahman Qasımlı da, Məsud Rəcəbi də, Kəyanuru da, hamınız İran adlanan yerdə bığı da pis sallananlar da, bığını çəkən Marksistləriniz də getdiniz, şöngünüz Xumeynin qabağında qumda. Hamınız, istisnasız. Xumeynin qarşısında oturdunuz meymun kimin ki sizə bir şey verəcək. O da dedi ki, gərək siyasətin olsun. Bunları gərək bir dənə bağlayasan ağaca, ta o birisilərin sonra hesabına yetişəcək. Hesabıza yetişdi, hamısına qırdı, qutardı. Və demək ki, dedi, sonra da dedilər, niyə belə elədim? Dedi, əcəb elədim Xumeyni də və Xameneyi də. İndi bu günləri gəlibsiz ki, yox, day hakimiyyəti mənə verin, o deyil mənə verin, siz də gəlin, yox, Azərbaycanda belə deyil. Ay gəlirik İranı yenidən demək ki, nə İranı, nə filan, ay İran xarab olar. Olsun, mənim millətimin demək ki, bir tükünə qurban olsun. Bəli, o uşaqları siz ölümə verirsiniz. O demək ki, insanları siz ölümə verirsiniz. Ona görə bu günləri Sayın Cavad bəy, mən, Əbülfəz Elçi bəy deyil, mən Türkiyə dövlətindən küsməm. Amma Fars çocuğu ilə, Rus çocuğu ilə də oturmam. Bizim demək ki, bu günləri Farsla gedib əl-ələ verək, Kürdlə əl-ələ verək. Bunların hər nəsə, hamısının kardanəsi bəlli. Ay, hamıdan küsürsüz, heç kəsinə oturur, xeyr. Mən dövlətlərimlə, millətimlə, partiyalarımla, ondan sonra Azərbaycanda, Azərbaycanın bağımsızlığını qəbul edənlərlə, dünyanın gör harasıdır. Ona görə bu günləri kimsə qəbul platform bəllidir. Azərbaycanın da bağımsızlığını qəbul edən, sən demək ki, 400 tək Kürdə haqq düşünürsən, bugün Trump deyir, hə, mənə zəng açmışdılar, mən onlarla danışdım. Ya demək ki, onlar da mən, nə danışır, burada kimin başında sevdalaşırsınız? Bir böyük millətin, onda Urumiyə Sayın Cavad bəy də dedilər, Urumiyə necə ki 2 il bundan qabaq o Qarakənd hadisəsində
durdu Demokrat Partiyası üzdən İraq dırnaq arası hazırlaşın səfərbər elədi silahları doldurdu Batı Azərbaycana və sonraki bir il bundan qabaq gəldilər Urumiyə doldular. Millət ayaqlandı, Urumiyə ayaqda idi, Türk milləti, qızlar, oğlanlar hamı ayaqda idi. Şapalaqla malla da qaçdı, Kürt də qaçdı, o birisindən kimsələr də qoydu qaçdı. Onda belə gedirsinizsə, vətəndaş müharibəsinə aparırsınız. Orada ay demək ki, Trump da deyir ki, mən gəlməmişdim ki, demokrasi, insan haqqı falan mənim sözüm deyil. Və deyir ki, o xaritədə dəyişiləcək, hər şey deyil. Məsələ buradadır ki, bu günləri Azərbaycanın torpaqlarından kimsə bağışlaya bilməz. Və bunlar da keçənki o 40 il bundan qabaq bu Kürddə göstərib, gəldiniz kazarmaları, padqanları boşaltdınız. Urumiyədə, ondan sonra Qoşaçayda, bu soyuq bulaqda götürdü silahları, gəldiniz Azərbaycanın üstünə. Kim bizi qorudu? Heç kəs. Əgər bu millət özü çıxmasaydı, getmişdi Urumiyəzad. Həmin Kürdlərdilər, həmin Demokrat Partiyası, həmin Komelə, həmin Peşak. Ona görə bu günləri çıxıblar Suriyədən baş alıb gəlirlər üzü bir yana. Gəlirlər, Həsəkəniz adı yaddan çıxardıblar. Ya gəlirlər demək ki, bizim demək üstümüzə gəlirlər. Batıya Azərbaycana gəlirlər, Azərbaycana gəlirlər. Yox, biz gələrik orada, azad et. Nəyi azad edərsən? Məmləkətin yeri var, məmləkətin sahibi var, toprağı var. Ha, bu günləri demək ki, bağlayıbsınız ağacı, açıbsınız itinə daşı. Və bugün Azərbaycanın çöldən, xaricdən gecə gündüz Farsın ki, Kürdün ki, elə hamının ki. Mələyir sizi bir dənə təhcə yer ki, Bermuda üçbacağına çeviribsiz Azərbaycandır, Türklüdür. Və bu günləri mən açıq deyirəm, tutun asın. Və Ergenekon demək ki, söhbətində dediniz ki, gələr Türkiyə, kəsərik, basarıq filan edir. Dedim, gəlirəm, tut. Və demək ki, yazılım mənim də adımı o 3000 səfərliyə. Ona görə gəldim də, indi də söyləyirəm sənə. İslam dünyası deyincə, bir yandan nə oldu Türk dünyası? Türk dövlətləri, Türk milləti, olmadı biz Türk deyirik mi? Olmasın elə demək ki, çaldıranda qalıbsan mı? Biz Türküz. Və demək ki, nə qədər Türkiyədə o Türkdür, Anadolu'da mən də o qədər Türkəm. Azərbaycanda da Türkdür, mən də Türkəm. Və demək ki, çeşitli havadis baş verir, Azərbaycandan demək ki, güneydən bir söhbət yoxdur. Bura Azərbaycandır, böyük Azərbaycandır. Əbilfəz Elçibəy çıxıb deyəndə ki, böyük Azərbaycan, bütün Azərbaycan, biz Rusun, Farsın zınqıroyu ola bilmərik. Bu günləri Bakıda, göydən bir dənə səmadan bir dənə səs gələndə mənim millətimin canı titrəyir. Ay demək ki, Tehran rejimin demək ki, füzəsi gəldi, onun nə bilim, dronu gəldi, ay bunun titrəyir millət, bayram dövrü Azərbaycanda üzdə bayramdır. Və handa qalıb hələ Azərbaycanın güneyi. Məsələ budur, dövlətlər millətin gücü ilə bərpadılar, millətin gücü ilə. Və bu gün də o iddia ki, bütün Azərbaycandır, böyük Azərbaycan kimin? Mənim dostumun, mənim millətimin, mənim dövlətlərimin bundan qorxusu olmamalıdır. Azərbaycanın güneyində bu 30 milyon, bu 40 milyon gəlib dövlətini yaranda kimsəyə zərəli dəyməyəcək. Amma baxın görün, açıblar bütün itlərin zəncirini. Farsın, Lorun, Kürdün, onlardan bəxtiyarısı, o vaxt o cür oldu. Məşrutədə də belə oldu. Ona görə bu günləri mənim dövlətim ayıq olmalıdır. Mən demirəm, dur savaş. Mən demirəm, dur get filan. Xeyr, belə deyil. Səsin gəlsin, nəfəsin gəlsin. Müsavat Partiyası bir dənədir, 2 dənə olsun. Demirəm, 2 Müsavat Partiyası filan ayrı cürdadadır. Yox, başqa partiyalar da olsun. Bir dənə atmosfer yaransın ki, bir abu-hava yaransın ki, qoy Təbriz ruhu 1987-dən sonra ki, Təbriz bu millət həyatda idi, Təbriz ruhu olsun. Bu eybəcərlik gətirməz. Nə deyəcək? Tehran rejimində yiyəsi var. Hansı rejim? Rejim qalıb mı? Çıxıb nə deyəcək? Əraqçı götürəcək, telefon açacaq ki, filan kəs orada dinə Təbriz deyirsin. Sən gedir demək ki, tumanını sağla. Sən gedərə çıx küçəyə, o da Laricanı çıx deyə biraz orada başladı marş eləmə, sabahı qoydular kəlləsinə. Sənin də növbön yetişəcək. Hamımızın listadasınız, mənim yox, Netanyahu'nun listasında. İllər bundan qabaq yazıblar. Ona görə də Cavad bəy. İsa bəyində hər zaman mən ədalətsizlik olaraq, mən də adət eləmişəm də bu diktatorlardan, bu despotlardan, bu ölkələrdə göbəyimiz kəsilib də, biraz ədalətsiz olan, hər zamanda İsa bəy ədəbərkan göstərir, onun vaxtını da yeyirəm, İsa bəy bağışlamalıdır. Hətta demək ki, öz məqamında da demək ki, bu zatı eləyirəm mən, o da demək ki, güneyli olduğuma görə, bu mültəci olduğumuza görə, sürgündə olduğumuza görə və demək ki, gözünü yumur da bir bəxşişə gedir.
Amma hər halda bu günləri darısqal bir gün deyirik biz. Azərbaycan dövləti təhlükədədir. Dövlətçiligimiz təhlükədədir. Oturubsuz Azərbaycanın mərkəzində deyirsiniz sürgündəyik. Hər halda elə biz hər halda Cavad bəy dövlətimiz var. Bu bizim dövlətdir. Aynen bu bayaqda söylədi. Bəli o söhbətləri eləyirlər. Ay xeyr, mən dövlətimi heç vaxt mən o cəsarəti etməm. Dövlətimi təhqir edəm. Dövlətimə demək Türkiyədə burada elə deyil. Bizim dövlətlərdir və bu da təhcə mənim kimsənin zaten bu 100 ildir qan verib bu millət. 100 il onur bundan qabaqda. Millətimin başına bu dövləti quranda başına nə gəlir? Gəncə qiyamından danışanda vaxtında kimsələr deyir, nə? Repressiyadan danışanda desən, nə? 600 min mənim insanımı durub Hitlerin demək ki, orağın ağzına verənlərdən danışanda nə? Ondan deyirsən, bu belə boşuna əmələ gəlir və bu dəfə dövlətin bərpasında var olan büyün budur. Əlimizdə olan budur. Və hər tərəfli də Tehran mətbuatına siz də baxırsınız, mən də baxıram. Hamısının. Hələ baxın, görün, o da 2 gün bundan qabaq nə deyirdi adam? Yox, o deyəldən burası deyir ki, Azərbaycan. Hamısı deyir. Aynen bu şahçı, işçi nə deyirlər bunlar da. Ağa gəlib tutası yox, bizim üstümüzə filansın. Bir dənə sözlər danışırlar ki, kəllələrindən yeşə. Hər halda bizim yolumuz bağımsızlıq yoldur. Bu günlərdə Türkiyə Cumhuriyyəti dövləti düzdür. O dedi 101 qanun var. Dövlətsiz topluluqlar. Xeyri qardaşım, biz burada elə deyil. Biz bir Türk olaraq Azərbaycan bizim dövlətimiz var. Amma parçalanmışıq, parçalayıblar. Parçalayıblar. Rus bir parçamızı uğurlamışdı Qacar dövlətindən. Millətimiz ağzından salıb quzeydəki bu əziz, bu sevimli millətimiz və dövlətimiz bir parçasını ağzından salmışıq yırtıcının. Bir parçası qalıbdır, böyük parçası. Bu da bunların çəngindən salınmalıdır. Ay gidib Tehranı qoruyacaq, ay İran adlanan yeri qurtaracaq. Bizim o deyil missiyamız. Biz Azərbaycanı qorumalıyıq. Biz Azərbaycanı bağımsız etməliyik. Bu sindromda sınıb. Deyirlər, nə bilirsən, aç millətin ağzını bir dəfə qoy, sabahları görəsənəcək da. Sabah meydan bu millətindir. Sabah meydan başqa millətlərdə olacaq. Amma mənim millətim də Toxtaq meydana çıxmalıdır ki, Toxtaq meydana çıxmalıdır da sərhədləri, sınırları kimsələr 45-ci il kimi bağlaya bilməyəcəklər. Bağlaya bilməyəcəklər. Keçdi o dövrdən. Və demirdin ey boru altan körpüsü. Pişəvəri dönəmində də bu iş olub. Danışdırmağa məcbur eləməyin. Bu günləri amba demək ki, nə körpü bağlamaq olar, nə duvar çəkmək olar. Demək ki, dururlar adamları, qırıblar, qaçırlar Türkiyəyə. Gedir Türkiyədə yerləşələr. Yer tapısız yaşayır, hə? Və İstanbulun yaxşı yerlərini alıbsınız, hə? Hardan uğurlayıbsınız o pulları? Türkiyə Cumhuriyyəti dövləti bunların hesab kitablarına baxmalıdır. Hər halda bizim də bu günləri Türkiyədə elə bir qanun var. Mən onu qurultaylarda da görmüşəm. Amma Əbülfəz Elçi bəyin nəfəsi gələndə, Azərbaycan Cumhuriyyəti dövlətinin nəfəsi olanda o bizi bağlamaz. O bizi bağlamaz. Necə ki, Yugoslaviyada, keçmiş Yugoslaviyada. Kosovoya baxın, heç kəs bəyənmirdi, heç kəs qəbul eləmirdi. Bu günləri Kosovoya baxın, Xorvatlara baxın, Qaradağlara baxın. Hamısı dövlətlər, hamısı şef içindədirlər. Azad, demokratik, müstəqil. Şefləri də xoddur. Hər halda bu günlərdə biz həvadisin içindəyik. Gün keçdikcə də həvadislər belə sürətlə inkişaf edir ki, ona görə də mənim də fikrim budur. Və İsa bəy də ki, indi buradadılar. İndi İsa bəy gəlib ortada deyir ki, qardaş, mən dayamışam burada. O adamlar da deməsi, adamlar da gəlməlidir, qoşulmalıdırlar və formaların da o texnikası nədir? O nə formada qorunmalıdır, çıxmalıdır bu Təbrizdə, Bakıda, Azərbaycanda bu ruh gəlişməlidir. Millət demək ki, bu 44 günlükdə bir ruh gəldi. Ondan sonra indi millət qalıbdır, gözlə, qulağının dibində hamı da bilir. Burada hamı bilir bir hadisə gedir, qulaqlarının hamı bilir bunu. Ona görə də biz də istəsələr də, istəməsələr də bizi bu savaşa qoşublar. Çünki bir parçamız oradadır. Ateş altındadır. Hər halda biz də bu demək, bu öhdəliyi yerinə yetirməliyik. Mən kimsəyə razon kəsmirəm. Kimsəyə demirəm ki, rəsətə bağlamıram. Amma hər kəs o özünün düşüncəsi əsasında ortaya bir mövqe qoymalıdır. Mövqe qoymalıdır. Ay güneylər çıxın belə eləyin. 40 milyonsuz niyə eləmirsiniz? Bizə bilirsən nədir, durum nədir filan. Hər kəs öz mövqeyini ortaya qoysun. Onda bəlli olar kim kimdir. Təşəkkür edirəm. Və Sayın Əjdər bəy, bir daha mən təşəkkür edirəm, var olun, sağ olun. Bu, Sayın İsa bəyin də qeyd etdiyi kimi, bu mərhələ ki, hal-hazırda biz onun içindəyik və get-gedə də durulur, yəni vəziyyət o qədər də qaranlıq görünmür, durulur. Belə bir şəraitdə Güney Azərbaycanın əlbəttə bir ümumiran bir fikir var. Mən bayaqları dedim, bu
keçid dövründən sonra məsələn ola bilsin ki, bir dünyəvi bir dövlət qursunlar. Bunun yanında bizim istiqlal məsələmiz var və illərdir siz də elə mən sizi tanıyandan hər zaman demişəm, yenə təkrar edirəm, istiqlal düşüncəyə malik olan bir soydaşımızsınız və bu hərəkatın önündə gedənlərdənsiz. Ona görə də bu istiqlal məsələsi ilə bağlı çalışırlar ki, bunu hətta hücum edirlər. Yəni çalışırlar yox. Bizlərə hətta indinin özündə, indiki İranın belə bir vəziyyətində çalışırlar bizə istiqlalçı düşərgələrə hücum etsinlər ki, siz nə danışırsınız? Yəni bu qeyri-mümkün olan bir şeydir. Mən dünənlərdə bir Clubhouse-da bir yerdə iştirak eləyirdim. Federalçılardan biri heyrətamiz suallar qoyurdu ki, nə bilim sizin coğrafiyunuz hara olacaq, sizin xətləriniz hara olacaq, nə bilim maaşları kim verəcək? Belə bəsit, hardasa bir 20 il bundan öncə bəlkə haqqında düşünmək olardı. İndi onu gündəmə gətirirlər. Ona görə mən istərdim ki, bu barədə Sayın Əjdər bəy, Güney məsələsi ilə bağlı konkret mövcud şəraitdə hansı addımlar atılmalıdır və biz bununla bağlı birlikdə, birgə, yəni nə planlar həyata keçirməliyik? Sayın Əjdər bəy, buyurun lütfən. Cavad bəy, çox təşəkkür edirəm sizdən də hesab edəndə. İndi demək ki, durum bəllidir və həvadislər sürətlə irəliləməkdədir. Bəzi mətbuatda demək ki, istər dost ölkələrdə olsun, istər başqa yerlərdə belə də göstərirlər ki, belə də danışırlar ki, Tehran rejimi atəşkəsə razı deyil, savaşda qalib gələcək, haranı vurdu, buranı vurdu. Ona görə hansı hələ füzələrini, yeni füzələrini ortaya çıxardacaq, möcüzələr eləyəcək. Boş-boş sözlərdir, bunlar demək ki, absurdlu söhbətlərdir. Amerikaya qalib gələcək, İsrailə qalib gələcək, demək ki, hansı demək ki, şəhəri İsraildə vurdu. İsraildə nə oldu? Bir dəfə oktyabrın 7-sində girdilər, 1200, 1400 nəfərəcək o festivalda İsrailləri öldürdülər, sonrasından da rəhm də eləmədilər, zorladılar, sürüdülər, qırdılar, karnaval yaratdılar, bir cinayət karnavalı yaratdılar. İsraillər geriyə oturdu mu? Nə oldu mu? Yəni hesaba salsaq çökkiyə, deyək ki, 2000, onlar da üstünə gəlir 2000 sonradan da 2000 İsrailli, 80.000 demək ki, Filistinli qırğına verdirdilər. Özdə onların çiyinləri kim öpürdü? Bu Seyyid-Əli Xameneyi deydi, sizin çiyinizi öpürəm, irəli. Hazırlamışdı, demək ki, füzələri daha yağdıracaq Livandan və demək ki, yağdıracaq Yəməndən, yağdıracaq demək ki, İraqdan, ondan sonra yağdıracaq demək ki, Qazzadan. İsrail bunu Xameneyi deyirdi, Seyyid-Əli deyirdi və ətrafındakılar ələ salırdı. Və bu günləri Beyrutun mərkəzi füzələr altında mələyir. Yüz minlərcə adam, milyona yaxın adam didərgin düşür. Və İran adlanan yerdə hələ bir 6000 İnqilab Qvardiyasından, deyək, İnqilab keşikçilərindən, bəsicdən, itilaatdan Suriyaya soxulublar. Mən demirəm, dünən o Suriya, bağışlarını üzr istəyirəm, Türkiyə giriblər və Türkiyəli nazir dünən deyildi, hələ indiyəcə bizə bir 6000 bunlar gəliblər. Bunların da hamısını orada yerləşdirirlər. Bunlar cinayətkardırlar, bunlar teröristdirlər. Bunlar Türkiyəyə yayılsalar, o PKK-nın, nə bilim, PJK-nın, Əfqanistandan gələn teröristlər filan, bunlar da onun üstündə Türkiyə üçün baş ağrı olacaqlar. Bunlar yəni ötürələr Vana və filan yerə, bunlar elə mahiyyətcəsinə anti-Türk, anti-Türkiyə və mahiyyətcəsinə bunlar teröristdirlər. Və bunlar demək ki, bəlli olmalıdır. Bunlar Türkiyəyə ötürmək, Türk indiki anda bunları ötürmək çox təhlükəli bir şeydir. Gələcəklər. Bir 3 milyon nəfər bunlar Tehrandan hərəkətə keçib, rejim qalmayıbdır əlbəttə. Bu silahlı qüvvələr deyirdilər ki, dəstələr, deyirdilər, hər kəs Tehrandan çıxsa vuracaq. Əlbəttə də vurarlar, amma demək ki, bu qaçacaqlar, neynəsinlər? Amma biri də çıxırlar ki, aman deyək, Tehranı vurmayın, nə filan yeri vurmayın, haranı vurmayın, buranı vurmayın, Tehranı vurmayın, ufolar, buranı vurmayın, oranı elə bütöv verin bizə. Siz nə danışırsınız? 47 ildir, demək ki, Amerikanın dədəsinin, babasının qəbirdən çıxardıbsınız, filan eləyibsiniz, həmin Xumeyniyə dəstək verən Amerikanı. Və demək ki, bu İran adlanan yerdən hansı oyundan qovalayıbsınız, filan eləyibsiniz, 47 ildə deyibsiniz ki, bu Yahudiləri də son günlərdə Seyyid-Əli deyib dənizə düşəcəyik, məhv eləyəcəyik, filan eləyəcək. Bir də çıxıb deyib, aşkım, sənin abılarından nə işinə? Hər halda, axırda dedilər, yaxşı gəldik, siz çağırıbsınız. İndi o quşqondurma çıxır, deyir ki, ey dünya, bunların qabağını alın. Nə deyirsən sən, dünyaya terörizmi yayırsınız. Washingtonun demək ki, Ağ evin qapısına kimin gedib, siz gəlmişik,
tutacı yox, vuracı yox, burada namaz qılacaq. Elə bir yer qutarmışdı. İran adlanan yerdə 1 milyon 600 bin kvadrat kilometrədə get qır da. Yahud milləti ilə, Yahud dövləti ilə nə işinə? Sənin nə işini? Deyəndə də biri də ağzı əyilir. Yox, demək ki bizim bu davamızdır. Ha, davazlı buyurun, al gəldi. Bəs indi bu füzələr gələndə, bu çocukların, qadınların, uşaqların başına düşəndə, onda bənə, onda indi demək ki, çıxında hər yan yanır. Hər yan oturdu, hələ də göstərirlər ki, belə də danışırlar. Ay nə mənədi, Əraqsi, nəm harası belə dedi, Larıcanı dedi ki, Qrosi. O Qrosini deyə, o təhlükəli da o nüvə məsələsi ilə məşğul oldu. Sənə göstərəcək ki, barmaq da silkələyirdi. Yaxşı, getdin. Getdin demək ki, qardaşların da, o Senvarın qardaşları kimi dalıca yollayacaqlar. Dünənləri gecə Fumen haradır? Külli dünyada desə Fumen adlı bir yer var. Bu aşağıda, bu Gilanda. Gedəcək Fumenin kətlərində. Ondan öncə də keçən dəfə 12 gün o savaşda da getdi o kətlərin birində tapdı. Nüvə demək ki, qidalandırmaqla məşğul olan adamı vurdu o kəndin içində. Hamı da niyə gəlib kəndi vurub. Dünən də Fumeni. Və demək ki, İsrail gün demək ki, bu Ənzəlinin. Bütün orada nə vardısa hamısını yığır. O Həsən Ruddakı o Şah dönəmindən vardı, Məhəmmədzad dönəmindən. Oradan gəmilərdən füzələri atırdılar. İndi Türkiyədən hansı kanal çıxır, aynen BBC, xalası, CNN. Çıxır, belə də yayırlar, oturur. Bunlar hansı zümrədirlər. Bu Azərbaycanda indi sənə bu Sovetdən qalmış bir zümrə var. Adlarını da qoyurlar, akademik işləmində. Qarının da verir qabağa bir analizlər. Bunlar bəlli. Bunlar ayrı bir şeydir. Bir rusofil, qafa da gedib, qafa paralizdir. Ona görə milli məsələnin adı gələndə, milli şuur, milli düşüncə, bunlar hər şeyə əl atırlar. Axır demək ki, Ruslan nəticəndə gedirlər, Farsın demək türbəsinə dəsmal bağlayırlar. Axı Türkiyədə sənə nə olub? Oturasan demək ki, CNN-də oturur, belə demək ki, analizlər edirlər ki, deyirsən ki, dəyin görək ki, belə, və deyirsən, dərdiniz nədir sizin? Bu İran adlanan yerdə sizin çıxarız nədir? Və demək ki, ayıb demək, Amerika ilə oturub dünənləri yox, İsrail gün Riyadda Türkiyənin Xarici İşlər Naziri, Azərbaycanın da var orada Xarici İşlər Naziri, Ərəb ölkələrlə, Pakistan dövləti də orada, hamı təmsilçiləri. Hamısı imza atdılar ki, bu Tehran rejimi bölgəyə demək ki, ot paylayır. Bunu Seydəli də deyildi, bölgəni ota çəkəcək. Hatta teröristsən, hamını vurursan, sonra deyirsən ki, yox, bölgəni də vuracaq. Başlayırsan dövrəni vurmağa. Və deyirlər ki, bu yeni düzən sənə deyir ki, dövrün bitti, tarixin sənin bitti, sənin demək ki, məsrəf zadın qutarıb, səni yola salırlar, get. Səni demək ki, bura güclü, sənə dəstək verən də gizlidə, İngiliz də razı oldu dünəndən bəri. Hamı deyildi, itiram gəlmədən qabaq, savaşdan qabaq, deyillər, bura gəlmədə, düşörgün var da, xahiş eləyək belə, İnciricə gəlmə, Al-Odayda gəlmə, filan yerə gəlmə. Amma dünənləri hamısı, Avropa Birliyi deyildi, yox, bizdən uzaq durun, Meloni də deyildi, o birisi də deyildi, Steinmeier də deyildi. Dünənləri hamısı, 17 plus sıradan 3 ölkə və yetdilər də. Trump da dedi, bax, bunu istəyirdim. Buralar sizi, ondan görə Amerika olmasa hamımızı yiyərlər, bura teröristlər. Ona vuralarsa gələsini qucağıma və indi düşübsünüz, qaz ki getdi demək ki, birdən-birə ot tutdu getdi qiymətləri Avropada yuxarıya. İndi demək, Mertsi də, Macron da, hamısı da, Qafqazda hamısını seçici gəlir. Hamısı da yığıldılar ki, bu Mənuçerdir, bu Hürmüzdür, bu nədir, nə zəhrimardır. Bunu açıq saxla. Çinin də demək ki, canın camtaya qoyub. Deyir ki, sizə neft lazımdır, petrol. Mən o da Tehran rejiminin için dənizləşləri o 140 milyon bareli satacağım sizə. Mənimdir. Amerika deyim, mənimdir, sataram, pılını da qoyuram Zimişdana. Ona görə də bu günləri bizim millətimiz, Amerika da bunu bilməlidir. Nə olar ki, Amerika amandı söz deməyindir, xeyri. Amerika öz işini görür. Bizim millətimiz də, Türk milləti, Azərbaycanlılar, millət olaraq vardılar, millət olaraq. Önləri müsabatın tədbirində danışanda ki, bu demək ki, Sami Zadman, bu indiki demokratların başçısı, partiyanın başçısı, o nə bilim, 90 nesiydi, onunla mən görüşəndə deyən də ki, gəldiniz Azərbaycanı vırdınız başda, Şvartskov gəlirdi, dedi, bəli. Dedim, niyə? Dedi, milli mənafeyimizi icab edirdi. Dedim, indi bizim milli mənafeyimizi icab edir, istiqlal qoymuşuq. Bir iddiədə gülmək gəlir, Güneylilər, Ağ Evdə, Çamera, deyək ki, filan, Amerikalı ilə, bu Güneylilər ona görə ki, Güneylilər bilməlidirlər. Ey cəmaat, 40 milyon, 50 milyon, 10 milyon, 30 milyon dövlətimiz olmayana tək bizi öz dövlətlərimizlə ciddi almayacaq. Peyğəmbər olaq gələk, qoltuğumuzda Qur'an, qoltuğumuzda Turat, qoltuğumuzda nəmənə kimsə özümüzünkilər də ciddi almayacaq. Bak 50 milyon, 40 milyon, 30 milyon Azərbaycanlı
Qaçır gedir, görürsən gedir Azərbaycanda təhlükəsiz nazirliyinə deyişir. Bu küləyi də mənə tapşırır. Küləyi mənə tapşırın, mən bunu işə mən baxaram da. Dövlət bu 2 il bundan qabaq dövlət bir rəsmi tədbir qoyur və mədəni belə kültürel söhbət küləyi ilə bağlı. Biri orada durur çıxırdı, day küləyi də mənə tapşırın da. Hələ heç olmasa bir dövlət adamı orada da oturur, nə kimi Tehran səfiri ilə qol boyun oturub dururdur, sən axı yığışdırın, bu nə sözdür, ya küləyi mənə tapşırın. Yəni bugünkü gündə İndi Müsavat Partiyası bir partiyadır, adı var, iddiası, programı, keçmişi. Çıxır təşəbbüsdə bulunur. Bax, haradasınız qalanız? Bax, haradasınız? Əlbəttə, dövlət dövlətdir. Ən böyük iş dövlətin çiyninə düşür. Dövlət zarafat deyil. Yəni bu məsələdə dövlət tavır sərgiləməlidir. Müsavat indi imkanları, darısqal hər amma bir partiyadır. 4-5 dənə cocuq bir yerə yığılır. Ay gəlin biz də indi günəyə dəstək verərik deməli. 5-6 dənə də Əbülfəz Elçibəyin şəklindən qoyanda filan deyirlər ki, şəkli qoydun Elçibəyə heç bilmirsən nə deyir. Rəsulzadəni deyirsən heç bilmirsən nə deyirsən. Sən demək ot olsun haranı yandırarsan. Amma Müsavat demək ki bu günləri Dübənşid çəkisini qoyanda sədri ilə, adı ilə, amma başqa partiyalar haradadır. Türkiyə haradasan. Getdik də görüşdük də Qılıçdaroğlu oradaydı, o birisi partiyalı oradaydı, Dövlət Bahçeli oradaydı. Biz deyəndə ki Dövlət Bahçeli ilə görüşdük belə dedik. Görüşdük də adam hiç kəlmədə danışmadı. Sığıb deydi ki İran adlanan yerdə Türkləri Amerika qışqırdı o zaman. Yüz minlərcə Türk meydandaydı. Elə yüzünə də mən dedim ki ay bəy bu nədir o deyirsən. Və indi də amandır güneydəkilərin səs çıxmasın. Kürt dövləti yaranar. Kürt dövləti yaranar Türkiyə toprağına. Demək ki gedər Qəndilə çıxar vur başına əz də. Sən Türkiyə dövlətsəni aynən İsrail gələr Türkiyə tutar. Bu nə boş-boş sözlərdir. Onda sən Türkiyə dövlətinin böyüklüyünü, əzəmətini bilmirsən. Bu Türkiyə dövlətidir. Nə gələcək İsrail Türkiyə dövləti tutacaq, nə topraq iddiasında bulunacaq. Vaxtıyla bir dənə Sina çölünü götürmüşdü. Axırda deyək, gəlin götürün ərəblər. Götürün aparın, mənim burada əyağımı o ənbiyan qoysa, mən hardan belə Yahudi gətirib burada yerləşdirəcəyəm. İndi bu gündə çıxardı bir işi ortaya atılır. Amandır, güneydəkilər demək ki, əyaqlansalar, ay Kürt ver olar. Yaxşı, Kürdün arkasında dayanıb Amerika, dayanıb İsrail, dayanıb o kukla dövlət Ərbildə. Sən hardasan? Mənim haqqım var. Türk olaraq öz dövlətimdən gözləyəm, öz dövlətimdən bərkləyəm, öz dövlətimdən. Hani güneyin adı? Hani adı? Ora-bura çırpınırdıq, elə Cavad bəy də bilir. Dünyanın o başından bu başına, Dünya Azərbaycanlılar Kongresi. Dövlətin bir türlü dəstəyi var idi, gizli deyir ki. Amerikada da, Avropada da. Və demək ki, biri də atıldı, tapdı, gəldi elə, mən də o tayında, bu tayında liderim mənim. Sən hardan güneyin lideri ola bilərsən? Əbülfəz Elçibəy söyləyirdi. Oturun yerinizdə quzeydə. Güneydən o qədər liderlər çıxacaq ki. Bu günləri bir də gəldilər, Türkiye'də nə deməksən o, nə deyirsən, nəzirlərini bağladılar, bu quş qondurması, bu Pezeşkiyanın türbəsini. Talibə küçələrdə çıxır məclisdə dünən. Çıxır o məclisdə, əsas aparan o sözcü məclisdə deyir ki, Pezeşkiyan, sən əvvəl düşün, sonra danış və bu savaş qutarana kimi də danışma. Hamısı deyir ona. Qalıb ortada. Ay mən qoyun nəm o demək ki, ikinci İmam Zaman dini təşkil ediblər. Biri var idi ki, hələ onunla demək ki, bacara bilmir. İndi ikincisi nə? Bu ştabanı da ediblər ikinci İmam Zaman. Bu da qeybilərə qatıblar bunda. Çıxardı ortaya da, çıxardın da. Və deyir ki, mən də bir ondan görüşüm də, ölkənin demək ki, ikinci adamı, prezidenti həməkari bir məmləkətinə görüşə bilmir savaş haqqında. Və bu savaşında Cavad bəy, bu savaşın da bu adamları ki tanıyırıq, vurub İsrail 4-5 dənə ortada adları bəlli, Fədəvisindən, Bağrisindən, Qalibafından, nə bilim o Radanından, hamısı barmaq sayda 5 dənə bir tərəfdə, hərəsinə də 10 milyon dolar o İraqdakı kimi Amerika deyib ki, necə ki, dünənki adam 10 milyon dolarlığın birini dünən axşam vurdu. Siz deyəcəklər, hamısını da satacaqlar. Necə o, nə deyirsə, İzzətin adamlarını Amerika, İraqda aldı, hamısı da yaşayırlar Amerikada. Amma Səddam da deyəcək, nə olur bir ara? Hara qaçırsınız İzzət-ü Doğrunun? İndi burada da hamı səfalət içində, bədbaxlıq içində keçi qiymətinə satacaqlar. Bəli, 7-8 milyon bunların o daşlaşmır, daş qafalı biri də var da, inancına görə ay imam zamansıdırlar, nəsidirlər, rejim onların üstündə hesab edirdi, hər halda bunları çəkərəm meydana da. Və biri də silahlı dəstələr ki, indi başları da vırılıbdır. Və bunların da axırına kimi Trump'ın da söhbətlərindən çox vaxt belə söhbətlər çıxır. Bu Trump'ın başını itirib, heç sayda bilmir, zarafat eləməyib, bu Amerika dövlətidir.
Hər saniyəsi hesablandı və hesab da verəcək Amerikada. Aynen Netanyahu da bilmir də gayrı. Hər şeyi də bilirlər, hər şeyi də hesablayıblar. Hər demək ki, adreslər, addım başı proqramlar və nə olacaq, hər şeyi də hazırlayıblar. Bu İbrahim sözü deyilir, ya sabahla Musa adına gəlin qatılın, hamısını əvvəldən hesablaşıblar. Yaxın Doğu projesindən sonra bunlar geniş götürüblər hər şeyi. Hardan demək ki, Hindistandan belə neft boruları nə cür gəlib gedəcək, harasından gəlib, hamısını hesablayıblar. Və demək ki, bura, indi gəlir Azərbaycana, Azərbaycanın güneyinə. Bu günləri Müsavat Partiyası təşəbbüsdə bulunubdur. Və demək ki, irəli çıxır deyir ki, biz də bunu deyirdik, illərdir deyirik. Ey Azərbaycan, ey hakimiyyət, qoy burada bu partiyalar, demək ki, meydanları açılsın. Bunu Heydər Əliyev deyirdi ki, mən niyə Azərbaycanın güneyini söhbətini eləyim? Qoy Əbülfəz Elçi bəy danışsın da televizyonlarda və biz bütün Azərbaycan birliyi yaratdıq. Və orada çox söhbətlər var və Elçi bəy Kələkidən Bakıya qayıtdı. Və demək ki, bizim bütün Azərbaycan birliyi hər həftə iclası, görüşlər, orada, burada və filan. Və bu günləri də bu partiyalar olmalıdır. Özəlliklə bu müsavatın da, və biz deyirik ki, bu müsavat olsun məclisdə. Məclisdə olsun, bunu demək ki, görünsün məclisdə, imkanları və bu günləri və bu gün lazım idi. Bu gün çıxsın, o günləri İsa bəylə görüşüb danışırdı, yoxsa bu partiyalardan başqaları da çağırmadı. Kimlər deyiz, hani? Gələlər deyərlər ki, bəli, demirdiniz güney, demirdiniz Təbriz. Bu günləri bu millətin hər tərəfdən nəfəsini kəsiblər, səsini də kəsiblər. Buyur da bu millətin görək bir yerdən, bir nəfər jurnalisti, bir nəfər kim? Buyursun desin ki, durur bir dənə qız, ayam Türkiyədə durub attana, bunlardan da çox deyə 44 günlük savaşda da girmişdilər ki, belə başı reklamı üçün. Ay millətimizi reklam elədi, millətimizi dünyaya tanıdı. Qaçır gedir Təbrizdə, dəyərir cümə namazının qapısında rejimin adamlarına mikrofon tutur, onu da birbaşa Türkiyədə yayır. Görün da, ay qız, ged işinin dalıcaqsa. Sən kimsən axı? Ona görə də bu günləri dövlətdə bir rəsmi dövlət imkanları, dolayısı yolla, partiyalar Azərbaycanda bir dənə duvar çəkiblər ki, yox, ya iqtidarın demək ki, Azərbaycanıdır, ya müxalifətin Azərbaycanıdır, yox, bu bütün Azərbaycan söhbəti gedir, bu dövlət məsələsidir. Bunu Əbülfəz Elçi bəydən 1000 dəfə deyildi, qardaş, qatışdırma. Bu günləri bu millətin demək bir yerdən səsi ucalmalıdır, Təbriz bu günləri Bakıya ayaqda olmalıdır. Təbrizin başına nə gətirirsiniz? Kim gətirir bu silahları burada gizlədi illər boyu? Kim bu füzələri bu Təbrizdən atır? Kim demək ki, Təbrizin hər yansını dağıdır? Yox, çıxan ki, Trumpa və Netanyahu deyər ki, bombardıman eləmə də. Deyər, nə deyirsən, səni füzələr 4000 kilometrə ilə gəlib çıxıb Diego Qarsiya. Və Trump da zirəngidir, Netanyahu da dedi, bax gördünüz, ay İngiltərə, gördün, ay Steiner, gördün, gəldi çıxdı Diego Qarsiya. Və gələcək Avropanın göbəyinə və özləri deyilər, biraz da küşürdün artıq eləsələr, gəlib çıxacaq Amerikaya. Hamını elədi kişmat, dünənləri. Ona görə də bu günləri Sayın Cavad bəy, biz istiqlal qoymuşuq. Yer güvə də gedə 1987-dən mən birisi istiqlal qoymuşuq. İstiqlal qoymuşuq və o sindromu da sındırmışıq. Mən indi adım da olmasın, amma Külli Güneydə, Külli Azərbaycanda və ardıcıl bütün Azərbaycan iddiası qoyulubdur. Bu qəbul olunubdur. Bu millətimizin 100 ildir biz parçalanmış millət, parçalanmış ölkəyik biz, dünya da bunu bilir. Ona görə bu günləri hamıdan söhbət gedir. Ay Kürt gəlir, deyirsən bu bismillah. Ay filan kəs gəldi, orada ərəblər belə silahla, burada Bəlus belə silahla. Bu demək ki, siz hayız yoxdur, nə qədər siz hayasızsınız. Səni qapıdan qovalayırlar, pəncərədən girirsən, pəncərədən qovalayırlar, bacadan. Ay şahsı gətiririk. Ay mən proqramla gəlirəm, demokrasi gəlirəm. Yox, dədöndən, ya atonla. Səni qovalayıb bu millətlər səni. Başda Azərbaycan Türkiyə olmaqla. Yekunlaşdırın lütfen bu bölümü. Baş üzdə. Nə hayasızsınız siz? Yox, xalq mücahidi gəlir. 1000 dəfə demişəm, 40 ildir də deyirəm. Tulaytdən də murdar, irticaçı, geri qafalı, dini dövlətlə qarışdırıb və demək ki, sektarist bir dəstələr. Və bəziləri də nə var ki, atlanıb Bakıda gəlib nə deysəniz, kimsənin oturub leypə eləyəndə bozqurd olmaq. Hədə o gedir, nə deyə PKK ilə, o gedir demək Komele ilə. Müqabilə yazır, mən uzadıran əli ya. Sən kimsən axı uzadıran əli, tükürdün əlini, qanlı əlini sıxasan, gələ Urumiyədə. Gələ demək ki, qoşa çayda, soyuq bulaqda. Və bilmirsən bunlar kimdir?
Bunlar Şakakların, bunlar Semetkunun, bunlar demək ki, Qasımlının tulalarıdır, gəlirlər. Yox, gəlirik demə, Azərbaycanlılar əl-üzü ver, bugün deyilər, Türk adı çəkirlər, dünənə kimi yoxdur. Xalq mücahidindən, şahçısından, İrancılar, bugünləri çıxıb bir kongirə yadaladılar, İrancılar kongirəni, hamısı bölür öz arasında. Kimi? Biz əvvəldən çıxıb demişik və sözün sonu, biz demişik əvvəldən, İran adlanan yer, 91-ci ildən mən bunu demişəm, Əbilfəz Elçibəyli belə cəsarət vardı, deydi elə, bu Əjdər Tağızada gəl dedi, İran adlanan yer, deydilər dövləti Baku, biz də dedik, gəldim, İran adlanan yer, İran yoxdur, yoxdur. İndi sən çıxıb gedəcəksən, gedirəm İran adlanan yerdə kimsələrlə, hələ indidən hamı demək öz kəbinə saldırır. Ay orada federal alacaq, orada nə bilim, xod muxtarlığı alacaq, bu nə sözlərdir? Bu dağılır, məhv olub gedir, hələ bismillahsıdır, məhv olub gedir. Yerlə yeksan olur, olsun, olsun. 100 ildir başımıza nələr gətiriblər, bütün tarixi abidələrimizi, dili, kültür, hər nə vardı, məhv eləyiblər. Pəhləvi sülaləsi də bu da, adları dəyişiblər, hər nəyi. Bu günləri öz başlarına gəlir bu hadisələr. İndi də gəlibdir, ədalət əli kimin əli ilə çıxırsa öz mənafələrinə görə. Bizim də Azərbaycanlı olaraq, Türk olaraq, Amerika da bunu bilməlidir. 45-ci il dövr, 1945-ci il qutarıb da. Burada millət var, burada Türk var, Kürtdən də artıq, Ərəbdən də, Bəlustan da, Farsdan da. Burada Türk var və bunun da dövləti də var və dövlətləri də var. Və bu Türkiyədə də, necə 44 günlük savaşda əyaqdaydı bu Türkiyədə, bu Anadolu, bu Azərbaycan, bu Təbrizin də hay bir yerdən çıxacaq. Günəşi bağlaya bilməyəcəksiniz. Çıxacaq, onda demək ki, necə ki Azərbaycanda dövlət bərpa oldu, axır qəbul etdiniz və qəbul edəcəksiniz. Bu günləri də sözün sonu, Sayın Cəvad bəy. Azərbaycan dövlətini, dövlətdir. 4 dənə çocuq mocuğu, əlbəttə Müsavat Partiyası yerində çəkisi, amma dövlət başqadır. Biz dövlətimizdən umarıq, amma küsmərik. Qırmızı xəddi dövlətimizdir. Dövlətin də özünün bir demək öhdəlikləri var. Necə ki, hamı bölgədə, hər kəs bölgədə öz işini görməkdədir. Bu fırtınadan öncəki bir demək ki, əhvalatdır. Biz də gərək millətimizin hər tərəfli, Azərbaycan, Türkiyə gərək Azərbaycanın güneyində. Dövlət başçısı çıxıb deyir ki, ay 45 milyon, 50 milyonun demək ki, söykənəcəyi yerdir. Bunu bu gündən hazırlıq görmək lazımdır. Sabahları gec olar. Bu gündən hazırlıq görmək lazımdır və ay çıxıb deyirlər, ay küləyirlər, siz özünüz oradan bir iş görün də, yeri gələndə millət özü göstərəcək. Amma bu günləri hər tərəfdən deyirlər, təhsə bir adın üstünə zat çəkirlər. Ay tamamiyyət ərzi, İranın bütövlüyü, Azərbaycan söhbəti olmasın, Türk söhbəti olmasın, Azərbaycana da hər tərəfli var olan dövlətə də hər tərəfli bir gözün çıxdı salırlar, ya Naxçıvana atarlar, ya bizim səmalarda, qutardı, ya bizim səmalarda Bakıda bəzi o şübhəli şeylərin uçması, demək ki, Azərbaycan dövlətinə bir cürü xox gəlirlər ki, Güney adı çəkməyəsən, amma bu olan bir şey deyil. Bu millətin dövləti də var, adını da çəkməlidir. Sayın İsa bəy də söylədilər. Yeri gələndə, demək ki, buna demək ki, yardımına da qoşmalısan, borcundur, boynunun borcudur və Azərbaycanda, Bakıda da bu ruh dili qalmalıdır. Nə qədər bir vaxt olmuş olsa da bu ruh, partiyalar, təşkilatlar, şəxsiyyətlər, televizyonlar, boş-boş söhbətlərdən kənar əsas söhbətlər getməlidir. Buyurunuz, bağışlayasınız. Sayın Əjdər bəy, yəni Türkiyə üçün belə deyək də prioritet nədən ibarətdir? Geosiyasi mövqe yoxsa milli məsuliyyət, yəni Güney Azərbaycanı nəzərdə tutanda bunların hansı sizə görə Türkiyə üçün daha çox əvvəliyyətdədir, önəmlidir? Buyurun lütfən. Təşəkkür edirəm Cavad bəy. Məsələ budur ki, bizim demək ki, Türkiyə ilə istər Azərbaycanın quzeyində və istər Azərbaycanın güneyində bağlantılarımız və münasibətlər o qədər dərindir ki, yəni bu günləri kimsələr bunun üstündə bir Fars və ya Kürd və yaxud başqa qruplar hesab açsalar, bu demək ki, onların xeyrinə olası bir şey deyil. Əlbəttə bu Azərbaycanın və quzeydə, güneydə Azərbaycanın xeyrinə olacaq. 100, demək ki, 10 sənə, 15 sənə əgər Türkiyə ordusu gəlməsəydi, cilolar, bu Kürdlər, bu ermənilər, qulağı kəsik, nəm demək ki, andraniklər gəlmişlər yuxarıdan ermənisindən və Rusun silahı, hamısı Azərbaycanın güneyində marşimonlar nə yaradırdılar. Şeylər, Türk ordusu gəldi bunları demək ki, hamısını oturtdu yerinə, orada demək ki, 150 mindən çox Türk'ü öldürdülər bunlar, hamısı. Və oradan o oyunları çıxartdılar. Və sonradan da Azərbaycanın quzeyində də bu Türkiyə ordusu gəldi. Və özəlliklə də bu sonda da bu 44 günlük savaşda da yenə də Türk ordusu gəldi.
Yəni o Osmanlının o ağır durumunda, o dönəmdə belə, hətta belə o ağır durumda, o Osmanlının ağır durumunda Məhəmməd Əmin bəy Rəsulzadənin Türkiyədə o demək ki, siyasi tavrı, siyasi hərəkətləri istər sarayda, istər orada mediada, yəni Azərbaycanın və bu gəlib Cumhuriyyətin yaranmasına qurtarması, yəni bizim bağlantılarımız o qədər dərindir ki, yarın da bu gün Türkiyədə də, Azərbaycanda yönetimlər var, amma yarın da hər surətdə, hər halda kimsə yönetimdə olur, ondan asılı olmayaraq Azərbaycanın güneyində özlər bir zaman olub ki, bu günləri bu texnika belə inkişaf edib ki, hər kəsin əlində bir telefon. Mən 44 günlük savaşda Türkiyədəydim. Türkiyədə, şəhərlərdə, meydanlarda cəmaatı görürdüm. Bərbərçidən, taksi şoferçidən, bazarlarda, cəmaatdan soruşurdum, əfəndim, savaşa gedərsinizmi Azərbaycanda? Erməniyə qarşı, Rusa qarşı, tabi gedərəm, necə getmərəm? Və gəldilər və gəlmişlər və gələcəklər. Bunun qarşısında almaq olmayacaq. Özəlliklə də demək ki, keçmiş Yugoslaviyada demək ki, gördünüz də və sonra da Azərbaycanın quzeyində. Amma məsələ buradadır ki, bu günləri, bu təhlükələr, bu qadabalasız demək ki, gəlirlər bunlar, özdə açıqsasına deyirlər. Bu günləri Trump çıxıb deyəndə ki, oranın xaritəsi dəyişiləcək, desə kifayətdir. Demək ki, ağlan işarəti kafi istəyərlər. Bir kifayətdir bir işarət. Deyirsən, bu dedi, sözün dedi. Bəzi vaxtlar bu Trump o Maralagoya gedəndə təyyarəsinə deyir ki, məni məcbur eləməyin, bir söz danışam, sonra demək ki, sözümün altında qalıram. Çətinlik çəkirəm. Deyirəm, danış, indi danış, isti, görək nə deyirsən. O kəlmələr içindədir, sözləri qaçırdı. Və burada bir şeydir ki, Amerika və İsrail də burada qopartdıqlarını tağına ki, qopartmaya getməyəcəklər. İstəklərini qopartmayacaqlar, getməyəcəklər. Buradadılar. Aynən nə deyirsiniz, Putin çıxırla deyir ki, gəlin sevdalaşayım. Ukrayna siz mənim, onlar gedin də siz orada belə şeylər deyir. Bunlardan keçin. Ay demək ki, Çinlə Quzey Koreya bu dəmirdümürü ki, göndəriblər. Bunlar da neçə aylardır deyirlər, belələrini düzəltmişik. Filan deyir, hamısını çıxardacaqlar. Sıçan deşikində nə varsa, onları da vuracaqlar. Yəni, heç imkansızdır ki, demək ki, Trump da, Netanyahu da, qayda 95% bu günləri İsraildə hələ belə bunlar belə taktik salırlar, hay-küy. Trump da deyir, bu farslar yalan danışmaqda ustadılar. Medianı əlləşdirməkdə də ustadılar. Yalandır elə bir fake xəbərlər yayırlar, doldururlar filan, sözüm onda yox. Amma məsələ budur, 95% bu günləri bu Yahud milləti savaşın demək ki, kənarında, ya demək ki, Netanyahunun kənarındadır. Bu həmin Netanyahu ki, məhkəmələri var, filanı var. Və 20% orada ərəblər də, 20% orada yaşayan ərəblər də savaşın demək ki, kənarında dururlar, deyirlər ki, davam etdir. Niyə? Canları təhlükədədir. Bilirlər ki, bu Tehran rejiminin və yaxud da İsa bəy söylədikləri qalıntıları bir şey də qalmayıb. Yalandan bunlar gözə soğurlar. Özləri qorxuda, özləri bir-birindən filan dağılıbdır. Ona görə də biz silahlı dəstələrdir və təhlükəli bir şeydirlər. Sabahları bunlar daraşacaqlar bu cəmaata, cəmaatın evlərinə, eşiklərinə, namuslarına, şanlarına talan edəcəklər. Heç kəsə rəhm etməyəcəklər. Ona görə bu günlərdə nə deyir bu Tehran rejiminin qalıntıları? Deyir, ay Trump, sən git. Netanyahu, sən də git, ondan qoy gör. Bunun rəsmi televiziyasında çıxıb deyir ki, barmaq sirkələ dediyəni qoy, bunlar geçsin, görsün, nə qayrazıyor. Hələ deyir ki, o 2 ay bundan qabaqki əməllər heç deyə, ondan pisini də eləyəcək və eləyərlər və milyonlarca insanı bunları qırarlar. Bunları da bəyək da Sayın İsa bəy söylədilər. Axı, neyniyək? Olmayan saçlarımızı deyək, bunları biz tanıyırıq. Bunları biz tanıyırıq, bu mallacıqazları və bunlar demək ki, Fars dövlətçiligini, bunun şahı, şeyxi, birincisi belə çıxardırlar, yarpın üstünə qoyurlar bu Pəhləvi sülaləsini. Elə bil ki, dırnaqları çəkən, adamın gözünün qabağında demək ki, ailəsinə təcavüz edən, adamları zorlayan, dəstə-dəstə edam edən, elə bil Məhəmməd Rza dəyirdi. İnsanları bütün dədəbala güllələrə bağlayan, ərəbi, türkü, Azərbaycanı məhv edən dədəbala 4 dəfə Rza, Məhəmməd Rzanın dədəsi oğuldur. 4 dəfə Azərbaycana girib qoşunu ilə. Sonra oğlu girib qoşununla Azərbaycan. Sonra Xumeyni girib, şey işgal ediblər. Ona görə də bu günləri Azərbaycanda, yəni sabah bunlar, əgər addımlarını dəng atmayalar, o yerə gedələr. Yəni deyirsən ki, bu çox bağışlı üzr istəyəm. İç savaşa sürükləyirsiniz. Sürükləyirsiniz, bu da o 45-ci il zat deyil. Bətbərəni bağlayasınız, ondan gələsiniz.
Azərbaycanda bir 30 mini qırasız, bir dəsində sürgünə, ota tam qadanlaracaq, bir anda demək ki, ta fələkül əflaca bir zənnəcək və yaxud demək ki, Mazənləranda hansı ucqar yerlərə cək Azərbaycanları səpələyəsiniz, məhv eləyəsiniz, Türk yurdunu, abidələri də məhv eləsiniz. Ondan sonra da heç bu günə kimi hər şey göz qabağında, hər şey göz qabağındadır. Və bu günlərdə demək ki, bir tələbkar kimində gələcəksiniz, biz gəlirik, sizə demokrasi gətiririk. Siz, hardan bu demokrasiya ilə çox adam məzməzə eləyir, indi ay demokrasi, sən bilirsən ki, demokrasi nədir? Yaşayıbsan demokratik bir durumda, bir demokratik dövlətdə, bir ölkədə, bilirsən demokrasi yəni nədir? İstiqlal, bağımsızlıq yəni nədir? Rifah dövləti, ədalət dövləti yəni nədir? Məsul dövləti yəni nədir? Bunları bilirsənmi? Və seçim nədir? Parlament nədir? Bunları bilirsənmi? Azərbaycanda cumhuriyyət yarananda 100 il bundan qabaq. Hər kəs də indi çıxıb deyirlər. O nə cumhuriyyətidir orada? Hamı orada vardı. Əlbəttə pluralist bir dövlətidir, parlament. Hamı orada idi. Menşevik də, Daşnak da, kommunist də, nə bilim, ümmətçi də hamı. İndi kimsə xiyanət elədi, o idi. Onun demək ki, ədəb-ərkanı çatmırdı. Getdi içindən 1000 dənə satqınlar çıxdı, Rusovet çıxdı. Və yaxud demək ki, orada hamısı başda Məhəmməd Əmin Rəsulzadə olmaqla hamısı bilirdilər ki, o demək ki, o diplomatik, nə bilim, bunlar hamısını gözləyirdilər. Davranış belə deyirlər, nə oldu? Cumhuriyyəti elə gündə baş nazir dəyişilirdi. Baş nazir oturacaqdı orada demək ki, çəliklə gəzəcəkdi, yəni neyləyəcəkdi? Parlament qərar verirdi, sənin demək ki, işin bitti. Xoyli, sən get qoy filan gəz otursun orada. Qəbul edirdilər. O davranış bəlli olmuşdu. Və bu günləri də deyəndə parlament, adam deyir ki, bizi qızı da salaq oraya parlimana. Dayı özü getdi, yerinə də filan kəs, dayı mən qocaldım, gedirəm, o otursun orada. Demək ki, sən parlament deyirsən, mən demirəm, hələ bu özü Azərbaycanımızda. Azərbaycanda hələ adam çıxdı da demək ki, tanınmış o parlamenda oturan, dedi 2 nəfərdən sonra qalanı filan. Seçki olmalı, ondan sonra səsi nəmənədir. Bu günləri Azərbaycanın güneyinə Kürd gəlir, Kürd. Kürd ki, Ərbildə bir-birinin dırnağını çəkir, asayiş qoyubdur, qulağını kəsir, bir-birini zorlayır, gəlir bizə demokrasi gətirər. Gəlir bizə sekularçılıq, dünyəviçilik gətirər. Baxına günə qalırıq Azərbaycanlılar, Azərbaycan türləri, güneydə və filan. Ona görə də və yaxud Məhəmmədzanın oğlu və yaxud bir şeydə, ay Amerikalı, Trump çıxıb deyəcək ki, Trump olmasın, nə bilim, Barack Obama olsun. Çıxıb deyəcək ki, ay güneylər, sizə də bir dənə şah yollayırıq, otur yerində. 150 dənə Amerika kongresməni çıxıb deyir ki, sizə də bir dənə xalq mücahidləri, dünənləri İngiltərədir, çıxıb deyirlər ki, götürün də bu xalq mücahidləri demokratikdir. Yığışdırın bu sözləri, siz bunları tanımırsınız. Bunlar bu rejimi dəstəkləmək üçün deyir, bu rejim təhlükəlidir, adam yiyəndir, teröristdir. Amma bu xalq mücahidləri bunlardan da bətərdilər. Bunlardan da bətərdilər. Bunlar tamamiyyət ərzi, İranın bütövlüyü filan eybəcər bir şeydilər, qarışıq bir şeydilər. İdeolojik dövlətlər, kaoslik, teokratik. Azərbaycanlılar 100 il bundan qabaq istəyinə də deyirəm. Cumhuriyyət yaradıblar, cumhuriyyət gətiriblər, parlament gətiriblər, jurnalistika gətiriblər, demokrasi gətiriblər, seçki gətiriblər, qadın azadlığı gətiriblər. Hamısın dünyəviçiliyi gətiriblər. Azərbaycanlılar bizlər. İndi bu günləri gəlib biri də bizə təzdən başlayıb o tərəfindən oxuyur. Desənə, siz kimsiniz? Siz niyə gətirəsiniz? Sizə kimi deyib, bu missiyanı sizə kim verib və biri də türlü Azərbaycanlılara da Sayın Cavad bəy sözün sonu. Biri də qaçıb gedirlər, qoşulurlar bu İrançılara. Sonrasından gəlin də siz də bizə demək ki, sekularizm gətirin, dünyəviçilik gətirin, bizə xod muxtarlıq verin, nə bizə nə verin və filan verin. Deyirsən, sən dövləti buraxıbsan, milləti buraxıbsan, Azərbaycanı buraxıbsan, Türkü buraxıbsan, gedibsən 4 dənə tumanın altında Klaşnikov gizlədib gələnlərə demək ki, nə deyirsən, beyyət eləyirsən sən. Hələ Muştabanın yeri tapılmamış, sən İran adlanan yerin demək ki, filanda oturubsan. Sən bırax bunları, sən bir dənə Azərbaycan düşünürsən, bir millət düşünürsən. Ona görə də bu günləri bəzi vaxtlarda Azərbaycanın quzeyində də bəzi adamlar çıxıb deyirlər, qardaş, sizi güneylər bir-birinə yola getmirsə, birləşin də, bu adamı yaxı siz bilirsiniz. Bu adam gedir PKK ilə, PJK-la, nə bilim, adı nədir, Komele ilə müqavilə imzalayıbdır. Bundan nə cür oturmaq olar bir yerdə? Bu adam gəlib Bakıda deməyinə baxmayıb, bu gedir oradan deyir ki, İrançılarla, xalq mücahidinlə oturub durur. Bu deyir ki, gəlin gedək ona beyyət eləyir. Bundan nə cür oturub durmaq olar? Bu sabahları deyəcək, Fərəh mənim anamdır. Fərəh bizim anam, mana filan deyir. Nə Fərəh, nə filan, nə bilan. Elə deyir, bunlar qaçışıq bir şeylərdilər. Nə şah dövrüdür, biz şahçılıqla qutarmışıq. Məhəmməd Əmin Rəsulzadədə.
Mustafa Kemal Atatürk'te qutarıb bu işlər bizdə. Ona görə də bu günləri biz istiqlal qoymuşuq. Millət də bilir, gənclik də bunu bilir. İndi bu günləri demək hər şeyi bətbələni bağlayıblar. Harada deyirdilər? Yoxsa açda bir 10 gündən sonra gör nə olacaq. Ona görə də Sayın Cavad bəy, mən də bir türk olaraq, Azərbaycanlı olaraq, elə demək ki, ömrümün böyük hissəsi bu Azərbaycanın quzeyində, Türkiyədə, hamımız bir-birimizi tanıyırıq. Türkiyə sabah gələcək. Bunu kimsə başının altına yastıq qoyub, Kalaşnikovunu yağlayıb, hazırlayıb Urumiyaya qarşı marş eləməsin. Ya Tehrandan çıxarsan sən şərəcə yetişməmiş o Azərbaycanın güneyinin o 7 milyonluq səni daş altında qıracaq. Hara gedirsən? Azərbaycana mı? Keçdi o döyürlər. Və yaxud Azərbaycanın quzeyində bu millət Sumqayıtda, bu millət Qazaxda, bu millət Tovuzda bir dəfə zəlzələ oldu, Azərbaycan istiqlalını bərpa eləməmişdi. Külli Azərbaycan ayaqda idi. Bu millət sabah meydanlarda olacaq. Bunu demək ki, Tehranın vaxtı ilə yetişirləri deyirdilər. Bir şey olsa sabah bu Azərbaycan ayaqda elə bilirsiniz, bu milləti yuxuya veribsiniz, 4-5 dənə nəmli çəpşi atıbsınız ortaya, filan demək ki, oyun çıxardır. Elə deyil. Bu millət, dövləti vardır, bu millət vardır. Ay dəmirim 2 dənə o dəmir dümürdən fırladarsınız, qorxusu gələcək. Elə deyildi. Necə ki, o Arazın kənarında oyun çıxartdınız, Türkiyə Cumhuriyyəti dövləti ilə Azərbaycan dövlətinin o özəl qüvvətləri gələndə belə getdiniz ha. Bu millət hər anda səfərbar olar. Bu türk milləti ilə şaka yapmaq olmaz. Amma ay fikriniz gedirsə İran adlanan yerdə o dəmir dümürdən varız. Sizə lazım olan nə şey varsa Azərbaycanda var, Türkiyədə var. Bu necə narahat olmur. Sizə lazım olan nə şey var? Yavelin istəyirsiniz, təmiz dəmir günbəz istəyirsiniz, başqa şeylər, bir də döyüşkən istəyirsiniz. Həm bunun güneyində, quzeyində də bu döyüşkənlici bu millət bacarır və sizin heç birinizə, nə mücahidizə, nə şahsızıza, nə kürdüzə, nə başqa, oturun yerinizdə. Heç birinizə kimsə bu Azərbaycanda, bu türk milləti inanmır. Və Azərbaycanda quzeysiz, Türkiyəsiz, onu da heç vaxt belə yuxuza gətirməyin. Məsələni biz oturub bir cilayə ediriksə, ona görə ki, millətimizi təhləməyəsiniz. Millətimizin demək ki, bir hissəsini allatmayasınız. Avamı, kitləri oyuna çəkməyəsiniz. Bu günləri demək ki, bu günləri Sayın Cavad bəy də deyil. Açıla bu demək ki, bu bizim saytlarımız var. Bizim demək ki, televizyonlar var. Bu dillər açılar, söhbət olar. Niyə bu Azərbaycanın üstündə bir dənə sensora? Aman dəyiş, danışmayın, kim narahat olar? Xox gələr, ay Rus belə narahat olar, ay demək ki, Fars narahat olar, amandı teröristi var. Amma xeyr, bunlar da bu sindromlar sınıb və demək ki, bu günlər əgər bu sınır, Trump'ın əli ilə sınırsa, Netanyahu'nun əli ilə sınırsa, keçsin özləri cavablarını versin. Siz çağırıb gətiribsiniz. Bizim millətinə, yox, biz deyirik ki, hansı milləti vursun? Biz niyə deyirik? Niyə vursun? Amma biz duruq demək ki, çıxacı yox. Ay Netanyahu'ya yalvaracaq, Trump'a yalvaracaq, məktub yazacaq. Gəlib bunları vurmayın, ondan çıxın gedin. Bunlar da bizim canımıza daraşsınlar. Yox, bizlik deyil. Biz Sayın İsa bəy də dedilər. Biz öz millətimizi, öz ölkəmizi, öz mənfəətimizi düşünürük. Amerikalılar da elə düşünür, İsraillər də. Biz də burada belə düşünürük. Amma sabahları Kürdlə gedin, Farsla gedin. Yox, belənci rəsətələr, belənci nüsxələr bizdə keçməz. Təşəkkür.